Salam əziz şagirdlər. Birinci isə test toplusu isbat məsələləri 9-cu sualın izahına baxırıq. Deyir ki, bucağın tənböləni üzərində götürülmüş nöqtədən bucağın tərəflərinə endirilmiş perpendikulyarın bərabər olduqlarını, yəni MN-in NK-ya bərabər olduğunu isbat edin. Sadə bir isbat məsələsidir. Deməli, əgər OS şüası BOA bucağının tənbölənidirsə, bura alfa yazaram. Deməli, bura 90, onda bura 90 çıxaq alfa olar. Burada 90 çıxaq alfa olar. ON parçasına bir x desək, diqqətlə baxsaq görərik ki, üçbucaq, deməli, KON və MON-də iki bucaq və bir tərəf bərabərdir. Deməli, baxırıq ki, KON üçbucağında alfa x 90 minus alfa, MON-də də alfa x 90 minus alfa bərabərliyi olduğu üçün bu üçbucaqlar kongruent üçbucaqlardır. Hansı əlamətə görə? BT B əlamətinə görə, bucaq tərəf bucaq əlamətinə görə. Onda yazırıq ki, BT B əlamətinə görə üçbucaq KON kongruentdir üçbucaq MON-ə. Buradan çıxır ki, deməli, OK kongruentdir OM-ə və KN kongruentdir NM-ə. Verilen tapşırıq ispat olundu.